Avrupa Beynəlxalq Hospitalın gastroenteroloji şöbəsindəyik. Pasiyentimizdə rutin endoskopik değerlendirilmede mədə anturumunda ortası sökük, nəlbət şəkilli bir tubekteriya bir lezyon gördük. Ve bunu EIS'la tam dəqiqləşdirməyə qərar verdik. Şöbəmizdə ev uzun müddətdir artıq 13 ildən çoxdur istifadə edirik. Və EIS'la değerlendirmemizdə bunun bir ektopik pankreas olduğunu gördük. Ektopik pankreas 3. təbəqədən inkişaf edən məbənin selialtı dışarısından sonra epitelial bir lezyonlu ektopik pankreas ve görüldüğü kadarıyla pankreas kanalında var, tıpçıda var. Təqibi 12 millim 3.3 millime olan bir ektopik pankreaslı kanalın diametri ise 0.6 millimdir. Bu pasiyentler ilkin olarak nezarette saklayacak, kontrolda saklayacak. Mukozal rezeksiyaya uygun değil. Nezarette saklayacak pasiyentimiz.